Salam hörmətli izləyicilər. Biləcəri Loşadda belə bir girişdə həyət yanı sahəsi yüngül, üstü bağlıdır, santar qovşağı həyətdə, ayrı-ayrılıqda. Ev ümumi 4 otaqdan ibarətdir. Burada ise net mətbəxi. 2 ailə yaşamaq üçün çox əlverişlidir. Girişdə belə bir mətbəxi. Ev ümumi 2 otaq 1'dir, 2 otaq 1, 4 otaqdan ibarətdir. Evdə 2 ailə yaşayıb. Belə bir 2 otağı. Yani istenirse kapı açılıb, koridor açılır. 4 otaq şimdi istifadə eləmək olar. Böyük ailədirsə 2 otaq 1, 2 otaq 1. Yine bir qonaq otağı. Bu ise yataq otağıdır. Ev Biləcəri İstirahət Parkının düz qarşısında. Yola Astanovka'ya yakın bir mesafede. Evin ilçin qiyməti 68 min nəzərdə tutub əşyalarla bir yerdə. İndi isə çıxaq həyət yanı sahəsindən ikinci evə düşəcək. İkinci evin qapısı buradan. Burada da birinci girişsən qonaq otağına. Sonra isə yataq otağıdır. 68 min nəzərdə tutulub, evdə görünən əşyalar hamısı evin içərisində qalacaq. Hal-hazırda evdə 450 manat kvartirant qalır. İstəyənlə vaxt əlaqə saxlaya bilərsiniz, baxmaq mümkündür. Əgər sizlərin hər hansı bir satış təminatçınız varsa, bizə müraciət eləyin, qısa bir zamanda satışına köməklik göstərək. Göründüyü kimi tam səlqəli bir evdir. Evdə görünən əşyalar hamısı dediyim kimi evin içərisində qalacaq. Belə bir yüngül var həyət yanı sahəsi, bu isə giriş qapısıdır. İki ailə yaşadığı üçün 2 otaq 1'dir, 2 otaq 1. Bu isə qapıya qədər asfalt İstirahət Parkının qarşısıdır. Sağ olun, bu qədər. İstənilən vaxt əlaqə saxlaya bilərsiniz.